Biz bugün show biznesdə ən zövqlü və ya zövqsüz geyinən müğənnilərini müəyyənləşdirəcəyik. Gəlin görək şəhər əhalisi bu haqqda nə düşünür? Ən zövqlü və ya zövqsüz geyinən müğənni kimdir? Salam. Show biznesdə ən zövqlü və ya zövqsüz geyinən müğənni kimdir? Hamısı zövqsüz. Bəs zövqlü geyinən yoxdur ki? Ədalət. Benim tanımım şeydir. Bəs zövqsüz geyinən kim idi? Zövqsüz geyinən Samir Bağırov vəbşi dəhşətdir. Elçə. Onun həyatıdır. Onu toxumaq olmaz. Kimdir sizin fikrinizcə də, yəni zövqlü geyinən? Zövqü geyinən Əlal Şükürov. Bəs zövqsüz? Zövqsüz insan yoxdur. O da onun həyatıdır. Baxır da hər an öz tərzi var da. Belə ən çox xoşuma gələn röya. Zövqsüz, məncə Ezra Cahangir zövqsüz. Yəni deyərdim ki, xəbəri yoxdur da belə. Yəni gülünc geyinir də. Zövqlü deyərdim Natəman xanım geyinir. Sonra belə var da İlhamə xanım da geyinir. Brilyant Aygündür. Onları Türkiyəyə qoymaq lazımdır. Azərbaycana yaraşmayan müğənnilərdir. Röya tamamilə onlardan 5 betərdir. Ümumiyyətlə, mən show biznesdə elə bir müğənni tanımıram. Mən müğənniləri tanırım, ancaq show biznes müğənnilərini tanımıram. Yaxşı, o həmin tanıdığınız müğənnilərdə. Sonra Kərimova. Necə, zövqlü? Zövqlü, bəli. Bəs zövqsüz geyinən? Zövqsüz geyinən demək cavanların əksəriyyəti. Nura Suri, sonra Ruhi. Bəs zövqsüz geyinən? Zövqsüz geyinən. Əksəriyyəti. Çətin. Bilirsiniz? Niyə? Deyə bilmərəm, sağ olun. Niyə ki, burada nə var ki? Tanırsınız? Yox, deyəmməm. Kişilərdən Zamiq, Zövqlü, Elnur, Faiq Ağayev. Acun Kazımova, Sevda Qovulu. Bəs zövqsüz geyinənlər? Yox, onlar deyəmmərəm. Niyə burada nə var ki? Yox, onlar bilmirəm da. Yox. Bizim show biznesi izləmirəm. Bilmirəm. Yəni zövqsüz olduqlarına görə. Baxmıram. Mənim fikrimcə Röya daha yaxşı geyinir. Aygün Kazımova. Zövqsüz Rəqsanə. O heç maraqlanmıram həqiqətən. Sizin fikrinizcə zövqsüzlər ona görə? Yox, belə orta zövqlüdülər də. Məsələn, adlarını çəkə bilərsiniz. Yox, nə bilim, bilmirəm ki valla. Xoşuma gəlməyən Abbas çox şit geyinir. Abbas amma Zövqlü məncə Röya Ayxandır, Aygün Kazımovadır, Faiq Ağayev. Zövqsüz geyinənlərdən də ki, Nasibərə Davsəliyeva, Almaz Ələsgərova. Məncə efirə çıxırlarsa, hamı zövqlü geyinməlidir. Hər halda tamaşaçı qabağına çıxırlar. Belə də fikir vermişəm, zövqlü geyinənlərimiz çoxdur, amma zövqsüz geyinənlər də var. Onu da hər halda modadan başa çıxanlar deyə bilər. Məncə hamı normal geyinir. Məlikə yaxşı geyinir. Qoşa bacılar var, hə, adı yadımdan çıxıb. Hə, onlar da çox gözəl geyinirlər. Çox da insanlar onları çox sevirlər. Bəs zövqsüz geyinənlər kimdir? Zövqsüz, nə bilim, açıq-saçıq geyinənlər belə sənətkardır də, sənə qurban olum. Sənətkarlar elə geyinərdi. Bilmirəm. Məni tanırsan? Hə. Hansılar tanırsan? Üzeyir. Sonra? Üzeyir. Qəşəng geyinir. Hə. Qəşəng oxuyur. Bəs hansı pis oxuyur? Hansı pis oxuyur? Faiq Ağayev. Pis oxuyur, Faiq Ağayev. Bəs geyimi necə, xoşuna gəlir? Yox. Brilyant Aygündür. Onları Türkiyəyə qoymaq lazımdır. Azərbaycana yaraşmayan müğənnilərdir. Röya tamamilə onlardan 5 betərdir. Show biznesdə zövqlü adam yoxdur. Zövqlü olsaydı show biznesdə olmazdılar. Məlikə xanım qəşəng geyinir, zövqlü geyinir. O bilədir hamısı. Zövqlü geyinirlər. Yox, zövqsüz. Məlikə xanım zövqlü geyinir. Nuraya xanım yaxşı geyinir. Başqa da zövqsüz. Zövqsüz geyinir. Elza.
Hamısı zövqsüzdür elə. Zövqlü bir Natavan özü. Bir dənə Natavan hə. Natavan özü. Özü, Yəni Bir dənə Natavandır da zövqlü geyinən. bəs bəylərdən? Bəylərdən yoxdur. Heç baxmıram axı heç birinə. Deyə bilmərəm. Məndən başqa mənə gəlir ki heç kim. Zövqlü. Bəli. Ola bilməz axı indiyə qədər baxmayasınız. Yəni fikir verməyəsiniz. Adlarını bilmirəm, bəlkə də görmüşəm. Adını deyə bilmərəm. Zövqsüz geyinən Elariş filan belə. Zövqsüz geyinən Xumar xanımdır. Ən zövqlü də geyinən Röya xanım. Bəylərdən Bir dənə mən deyim də. Rəhimli. Zövqlü geyinir. Yox, zövqsüz geyinir. Heç xoşum gəlmir. Show biznesdə ən zövqlü və ya zövqsüz geyinən müğənni kimdir? Aygün Kazımova. Zövqlü geyinir. Hem zövqlü giyinir hem de zövqsüz. Necə yəni? En hoşuma gelmeyen müğenni de elə odur. Aygün Kazımova. Hoşuma gelen müğenni Baloğlan Əşrəfovdur. Ağadadaş Ağayevdir. Bir de Manaf Ağayev. Onlar zövqlü geyinənlərdir. Əlbəttə ki, onlar bütün xalqın mənafeyini belə necə deyərlər? Xalqın istəkli müğənnilərdir də onlar.